Statistikalardan boşanmaların sayının artmağından, buna nəyin səbəbiyyət verdiyindən danışılır. Heç evlənməyənlərin sayının artmasından, evli yaşın hansı yaşa qədər yüksəlməsindən, qadınlar üçün 25-ə qədər yüksəlib deyirlər, kişilər üçün 30-a qədər belə bir fikir səsləndirilir. Əslində bunun statistika hesablamaq və ya müzakirə eləmək nə dərəcədə düzgündür bilmirəm. Amma qadınların dediyim kimi iş həyatında daha öndə olması, müqayisə olunanda kişilərdən daha öndə olması, daha para kazanması, daha yerini bərkitməsi dırnaq içində bir mənada səbəb olaraq göstərilir. Tahammülsüzlük, yenə də təkrar edim, və ya həmişə yorumlar, bir-iki dənə yorum olur ki, yaxşı ki evlənmişəm, doğru seçim eləmək önəmlidir. Və ya o yönümdə də ola bilər ki, yaxşı ki daha erkən yaşda evlənmişəm, sonradan daha da olur, çətin olur. Və ya deyilən bir şey də odur ki, seçim çoxluğu. Əslində bayaq biri yorum yazmışdı ki, o da bir illüziyadır. Tamamen razıyam, seçim çoxluğu da bir illüziyadır. Deyir, evlilikdən ya maddi xərclər, evliliyə sərf olunan vaxt, nə bilim, hazırlıq işləri, pul, borca girilmək, şaşalı düğünlər, nə bilim nələr. Nə qədər istəsək də sadə olmaq alındıra bilmirik. Başqaları üçün yaşayırıq, göstəriş üçün yaşayırıq, bu və ya digər şeylər. Hamısı səbəbiyyət verir ki, sevgililik dönəmini uzatmaq və ya bəziləri yaxşı baxır ki, eyni evi paylaşmaq, daha sonra evlilik qərarı almaq, bu kimi şeylər. Burada ən çox deyilən şey qadınların eğitimə, daha sonra işə, daha sonra isə karyerada möhkəmlənməyə zaman ayırması. Bu da təxmini yaşın 27-yə gəlib çatmasına səbəb olur. Daha sonra da ilk uşağın doğulması ləngiyir. Yəni daha başqa yaşda doğulur da ilk uşaq. Əvvəllər məsələn 22-də doğulurdusa, indi tutaq ki də 28-də evləndi, 27-dəcən karyerada yüksəlməyə çalışdı, 28-də evləndi. Fərz eləyək ki, hər şey yolunda getmədi, sağlamlıq problemləri və s. Orada onsuz da sağlamlığa aid də məşhur yayılan bir fikir var ya, onu da qeyd eləmişdi, qadınlar yönümündən həmin cümləni bildirmişdi. Fərz eləyək ki, 30-dan sonra doğulur da ilk uşaq. Sonra orada bir səsləndirilən fikirlərdən biri də odur ki, 35-ə qədər evliliyi ertələmək ən yaxşısıdır. Daha sonra deyir ki, evlilər ya səmimi bir şəkildə, ən çox qadınlar yüklərdən danışırlar, yorulduqlarını bildirirlər, evliliyin yaxşı yönlərini demək istəmirlər. O barədə danışmırlar. Bu mənada məncə səmimi deyirlər. Bir də səsləndirilən fikir ondan ibarətdir ki, klassik eş anne rolunu gözləyirlər qadından. Amma eyni ilə də pul gətirməyi də gözləyirlər. Ki, mənə maddi olaraq da dəstək olursan, amma ev işlərini və uşaq falan hər şeyi qüsursuz edirsən keçmişdə evdar qadınların elədiyi kimi. Özləri də yəqin ki, bu fikrin bir o tərəfi də odur ki, özləri də sadəcə məsuliyyətlərinin sadəcə pul qazanmaq olduğunu düşünürlər. Evdə əsla bir şey eləməmək və ya sosiallaşmaqdır, aktiv istirahətdir. Buna ayrılan zaman, əmək, resurslar daha azdır da. Əslində evdə yorulan adamın beklentisi nə olur? Sən işdən gəldin, biraz uşaqla ilgilən, biraz mənə gəzməyə çıxart, nə bilim, nəsə elə. Ya mən tək özümə vaxt ayıra bileyim, ya da ki, çünki bayaqdan uşaqla olmuşam. Əsas bu bilmirəm, bu deyəndə ki, 3 yaşa qədər demək istirdim, amma yox, 6 yaşa qədər uşağın oyun yaşına qədər məncə davam edən bir şeydir. Bağça dönəmini də işin içinə daxil eləsək, məktəbdən sonra da onsuz da məsuliyyətlər bir başqadır. İstər-istəməz uşağın maraqları dəyişir, özü ilə tamam başqa münasibətdə olur, ətrafla da eyni bir şəkildə. Yəni bütün onlarda onsuz da nəyisə dəstəkləməlisən, uşağın ətrafında bir kimsə olsun, uşaq mən istədiyim adamlarla dostluq eləsin, ailəvi dostluq elədiyimiz adamlar olsun. Özünə sadəcə o tapmasın da dostum. Mənim görüşdüyüm ailələr, hansı ki istəyirəm ki, uşaq o yaşdan dostluq eləməyə başlasın və bəlkə irəli
yaşlarda da o dostluğu davam elətdirsin. Daha möhkəm sayılır da uşaq yaşdan qurulan dostluqlar o mənada. Belə baxanda ən uzun illər məktəbdə də 1-dən 11-ə qədər ya 5-dən 11-ə qədər və həmin ərəfədə tapılan dostluqlar. Başqa nə deyilmişdi? Hə, deyir uşağa görə boşanmayanların sayı çoxdur. Əsla deyir ekonomik səbəbləri yoxdur bu işin. Həmişə o cümlələr mütləq olur yorumlarda ki, o qədər adam var ki, imkanı yaxşıdır, hər şeyini qaydaya qoyur falan. Amma evliliyi yük kimi görür, həyatına daxil eləmək istəmir, başqa cür yaşamaq ona daha rahatdır. Bir cümlə, bir fikir də var idi ki, özü ilə adamın daxili dünyası özü ilə doludur və ya həyatına başqa bir kimsələrə adayıb və ya başqa bir dənə də bir şey yazmışdı. Hatta onu paylaşdım da sadəcə unutdum nədir. Yəni bu cürlərindən uzaq olmalısan. Özünüzü hansı sıraya daxil edirsiniz bilməm. Mən o cümlə oxuyan kimi özümü hansı sıraya aid edəcəyimi bildim də. Daha sonra yəni həyatını başqa birilərinə sərf eləmək adama dünən də o mövzuya toxunulmuşdu ki, cavanlıqda, gənclikdə istədiyin kimi yaşamayanda qocalıqda nə cür bir insana çevrilirsən. Mutsuzluq, gənclərə qarşı dəhşət paxıllıq olur içindəki, onun hələ şansı zamanı var öz istədiklərini reallaşdırmağa, amma məndə alınmadı, keçdi getdi o illər, bu kimi şeylər. Daha sonra bu barədə daha başqa nə danışıla bilər? Böyük ehtimal ki, nə danışıla bilərsə hamısını danışdıq. Diqqətimi çəkən məqamları danışdıq. Keçmişdə görəv olaraq, yəni elə bir ehtimal deyil idi ki, sən tək ola bilərsən, məcbur evlənməliydin. Orada da biri yazıb ki, filan mövzuya toxunmadan necə evliliyi haqqında danışdınız? Çünki evliliyin əksər mövzusunu həmin o filan mövzu təşkil eləyir. Əslində orada çox cüzi mənada toxunublar, əsas başqa yöndən ilərləyiblər. Podkastı tam dinləmədim, amma yəni deyir, onlar o ehtimal düşünmürdülər ki, tək olar da. Və eyni ilə bu fikir də səsləndirilib ki, kim Zubadisə evli olmağı yoxlamaq istəyir, kim evlisə o quyudan bir növ o bataqlıqdan dırdaq içində çıxmağa çalışır. Artıq özgürlüyünə qavuşmaq istəyir də. Əvvəlki Subadis bekar roluna qayıda bilmədiyinə görə ayrılmış rolu ilə ən azından davam eləmək istəyir. Özünü mutsuz hiss etdiyi yerdən qaçmaq istəyir. Nəyəsə görə dözmək və ən gözəl illərini məhv eləmək istəmir. Başqa hansı fikir var idi? Pul qazanmaq, səyahət eləmək, gəzmək, həyatını xoş keçirmək, çox da dərinə, çox böyük yüklərdən özünü yormamaq. Çünki peşmanlıqlarını dilə gətirən evlilərdən və ya səmimi olmadıqları düşündüyü evlilərdən ən çox, yəni evlilər deyəndə ki, kişinin narazılığı o yönümdən olur ki, mən çox pul xərcləyirəm, heç cürə çatdıra bilmirəm, özümə pulum qalmır. Qadın da dediyi olur ki, əməyim istismar olunur, mən yoruluram. O mənə evdə kömək eləmir, uşaq, hər şey məsuliyyəti mənə aiddir, mən yoruluram. Orada da zaten deyilən odur ki, mən bu yükü niyə çəkməliyəm? Əgər pulu da özüm qazanıramsa, əgər məndən bu qədər tələbkarlıq, mənə qarşı bu qədər tələbkarlıq varsa, sən ev işlərini həm qüsursuz elə, həm mənim nazımı, kaprizimi çək, həm də pul qazan. Neynirəm da mənim həyatımda elə bir adam, evi heç kimdən bölüşməyim də, yəni öz həyatımı dışarıda yaşayayım, uşağımı da böyüdüm də, yəni bu şəkildə. Onsuz da yəni uşağın böyüməsinə o katkıda bulunmur. Sadəcə pul alsam böyük bir şey olur mən, yəni sadəcə müəyyən mənada uşağın ehtiyaclarını, evin ehtiyaclarını dilə gətirsə, mənə pul versə,
Məndən istəkləri də çoxalır. Hələ bir narazılıq bildirir. Çəkəməm də, yəni bu cür şeyləri o mənada deyir ki, kafam rahat etsin. Neynirəm? Umduğumu bulamadımsa əgər bu münasibətdən, ilişkidən niyə davam edim? Və istədiyin saatda dışarı çıxmaq, nə bilim, ayrı evdə yaşamaq, kök ailədən ayrılmaq istəyənlər üçün qızları nəzərdə tutub deyir, qadınları evlilik zorunlu bir şey kimi idi ki, evdən pul almağı dayandırım, kocamdan istəyim kimi. Bu arada deyir, bu bəlli bir ailələrdə bu hələ də davam edir onsuz da. Həmişə o mövzu onsuz da dilə gətirilir. Evdə bir yetişkin var da, heç cür yola getmək olmur, nəsillər arası tartışma baş verir. Onun o qaydaları var, bu da öz qaydalarını qoymaq istəyir, olmur da. İç-içə yaşayanlar qutarıb, indi başqa dərdlər var ki, sən niyə pul qazanıb özünə bir şey eləyə bilmirsən? Ayrı yaşamaq istəyirəm, tək yaşamaq istəyirəm, bu kimi. Əslində çeynənib bu mövzular artıq çoxdan. Buradan qutarırsan, gedirsən orada başlayırsan yenə icazə, nə bilim, evdən çıxım, ona xəbər bildirim. Əslində o gün də bir şey var idi videoda. Orada da tabe olmaq, hər anını kontrol etmək istəyi. Hardasan, neynirsən, kimləsən? Yəni qadınların bir türlü azadlığa qovuşa bilməməsi, ataerkil toplumun, patriarxal cəmiyyətin əzməsi, iş həyatında bir cür, evlilikdə bir cür, evliliyi, nə bilim, həyata atılmanın bir yolu olaraq görür. Əgər oxumursa, iş həyatına girmirsə və hal-hazırda işsiz gənclərin də sayı çox donsuzdur. Deyir, oğlanlar evlənə bilmir. Çünki hər halda da evi yox, işi yox, nəyi yox, pulu yox. Qızlar onları qabaqlayır, onlar geridə qalırlar. Seçilməyən bir birey halına gəlirlər. Bu kimi şeylər. Bunlar nə qədər müzakirə ilə onsuz da heç nə yoxdur. Hə, bir dənə də yazılan yorum ondan ibarət idi ki, ən çox deyir, qamsızlar soyuq çocuğa qarışıb, yaşım odur deyə irəliləyir. Sonra da cəmiyyət başıboş insanların əlində qalır. Pis vərdişləri olan, məsuliyyət yükündən özünü kənara çəkən.